Salam değerli xanımlar, hər birinizi xoş gördük. Bugün yeni vlogla sizlərin qarşınızdayım. Bugün aldığım əşyaları, tərəvəzləri, ondan sonra bəzi qida məhsullarını sizinlə bərabər bölüşəcəm. Stolun üzərində gördüklərinizi almışam. Ondan sonra budla buddib aldım, toyuq aldım. Budla buddibidən, badımcandan, pomidordan qəşəng kabab çəkdik. Toyuqla da böyrünə qəşəng biraz düyü süzdüm, qəşəng aş dəmlədim. Ondan sonra pomidor salat elədim, mayonezlə, göy göyərti, pendir bu cürlə süfrəmizi qurduq. Dəyərli xanımlar, burada da uğur xəstələnib yanımdadır, grip olubdur. İndi aldıqlarımı boşaldıram hərəsini öz qabına. Hər dəfə gedəndə deməzdim, 2 dəfədən bir, ondan sonra 3 dəfədən bir, ya belə görürsünüz, hər dəfə mağazada artıq qalanda, zdacı qalanda qənd, çay, pesök alıb atıram ki, gedəndə olsun, yəni hər dəfə gedəndə almayayım. Belə bir yağ qablığı almışdım, yəni hər iki tərəfində duzu istiot qabısı, yağlı. Sonra belə bir 6 ədəd sok stəkanı aldım. Bu da qalındır, çox da qəşəngdir. Yudum, təmizlədim, dəyərli xanımlar. Tərtəmiz qaf şampununla yudum. Çox da rahat stəkanlardan biridir. Daha sonra isə 12 ədəd araq stəkanı aldım. 6 ədəd sok stəkanı aldım. 6-sını da almışdım. 12 ədəd də o elədi. Ondan sonra 12 ədəd də çay stəkanı. Bir də 12 ədəd də armud stəkanı aldım, dəyərli xanımlar. Nəlbəkilərini almadım. Evdə nəlbəki olduğuna görə ehtiyac duymadım. Dəyərli xanımlar, orada da yenə aldıqlarımı hamısını yer-bir elədim. Daha sonra isə biraz evdən yer yığış elədim. İndi onları da çəkib sizinlə bölüşəcəm. Aldıqlarımı hamısını belə bir-bir sizə göstərirəm, dəyərli xanımlar. İndirimdə nə olduqca alıb yığıram. Gedəndə də özümlə aparıram. Bir də ki, 3 ədəd balaca çay dəsmalı aldım. Ondan 2 ədəd də əlüz dəsmalı aldım, qoydum. Evdə işlətmədiyim ağ pastellərim vardı, onları apardım rayona. Ondan sonra rayona gətirdiyim yolası şeylərim vardı, onları yudum apardım. Yəni işlərimi bu cürə gördüm. İndi Allah qoysan yenidən getməliyəm. İndi gedəndə də yenə çəkib sizinlə bərabər bölüşəcəm. Baxın bu stəkandan, indi xanımlar altısına baxalmışdım, altısı qalmışdı. Bir ədəd baxın belə bir ləyən aldım. Daha sonra isə ağzı qablı belə bir cür qabı aldım. Ondan şpulka qabı aldım. Sonra süpürgə aldım, apardım. Yəni müəyyən şeylər var ki, dəyərli xanımlar, onu alıb aparmışam. İndi Allah qoysa, klonka istəyirəm evə. Klonkamız yoxdur, klonka alıb aparacam. Stol üstü klonka. Sonra baxın belə bu cürlə. Tərtəmiz. Görürsünüz necə gözəl, ağ, şəffaf, təmiz ağdır xanımlar. Gündəlik işlətməyə yaxşıdır, çox rahatdır. Əlimlə tutur. Orada da ad gününü qeyd elədik, dəyərli xanımlar. Müəyyən hissələrini çəkmişik, müəyyən hissələrini çəkməmişik. Uğur babasının ad gününə tort kəsdi. Onları çəkməmişəm. Baxın, belə bir süfrə hazırladım. Süfrəm hələ tam hazır deyil. Çörəyi də doğrayıb qoymuşam küncə. Uşaqlar gəlsindi, paylayacam. Baxın, belə bir aş qarasından. Sonra belə bir kabab çəkdim. Bu da ad günü səhərisi qabları yudum, bitirdim, dəyərli xanımlar. Dəyərli xanımlar, kanalıma abunə olmağı, rəy bölməsində rəylərinizi yazmağı unutmayın. Burada da qaç bezimi təmizlədim. Sonra isə şişləri yudum, umman üçün sürtüb bununla da işlərimi bitirdim.